Salam, hər vaxtınız xeyir olsun. Kanalımızın dəyərli izləyiciləri, mən Seymur Rəfiyev hər birinizi salamlayıram. Bu günlərdə sizlər üçün 25 iyun tarixində keçirilmiş sertifikasiya imtahanında istifadə olunmuş ibtidai sinif müəllimləri üçün bəzi riyaziyyat suallarını izahını verəcəm. Zəhmət olmasa kanalımıza abunə olun ki, hər video izahlardan xəbərdar olasınız. Eyni zamanda istər MİQ, istər sertifikasiyanın müsahibə mərhələsinə hazırlaşan bütün ixtisas müəllimləri bizim dərs qruplarımızdan yararlana bilərlər. Əlavə məlumat üçün 051 644 31 54 nömrəsinə yazaraq müsahibə dərslərimizdən yararlana bilərsiniz. Keçək suallarımıza. İlk sual belədir ki, usta bir işi 6 saata görür. O 10 dəqiqəyə işin hansı hissəsini görər? Deməli, tam işimiz 6 saatdır. Bunu neçə dəqiqəyə görər? 6 saatı çeviririk dəqiqəyə. 6 vur 60. 360 dəqiqəyə. Bu tam görsə 360 dəqiqə bu işi görə bilər. Amma 10 dəqiqə işdə, yəni 10 dəqiqə işin hansı hissəsini görər? Buradan sıfırları ixtisar eləyəcək. Olacaq 36'da 1. Doğru cavabımız olacaq 36'da 1. C variantı. Keçək növbəti sualımıza. Növbəti sualımız 2 nömrəli sualdır. Deyir, sutkanın 6'da 2 hissəsi neçə saatdır? Sutkamız bilirik ki, bir sutkamız 24 saatdir. 6'da 2'sini tapsaq 6'ya bölüb 2'yə vuracaq. 4, 4 2'nin 8 saat. Doğru cavabımız olacaq B variantı. Keçirik növbəti suala. Katerin durğun sudakı sürəti 18 km/saatdir. Katerin çayın axını ilə 84 km yolu 4 saata gedirsə, çayın axma sürətini tapın. İlk öncə axın ilə 84 km bölürük 4'ə. Olur 21. Bu hansı sürətdir? Kater plus çay bərabərdir 21'ə. O zaman katerin sürəti 18'dir. Üzərinə çayı gəliblər 21 olub. Çay öz nəyə bərabərdir? 21'dən 18'i çıxırıq. Olur 3 km/saat. Doğru cavabımız olur 3 km/saat. Keçək növbəti suala. Suallar onu da qeyd edeyim ki, sadə versiyalı suallar yadda qalır, çox çətin suallar yadda qalmır deyə əsas yadda qalan sualları qeyd edib müəllimlər. 4 nömrəli sualda deyir ki, katerin axın ilə 4 saata 128 km yol gedir. Çayın sürəti 4 km/saatdırsa, katerin durğun sudakı sürətini tapın. 128'i bölürük 4'ə. Bizə verir 32. Yəni kater plus çay bərabərdir 32. Çayın sürəti bizə məlumdur, 4'dür. Çay 4'dürsə, katerdə 28'dir. Durğun suda sürət olacaq 28 km/saat. Doğru cavab B variantında qeyd olunub. 5 nömrəli sual. Tili 5 cm olan kubun səhətinin sahəsini tapın. Əgər kubun səhətinin sahəsini bizdən tələb eləyirsə, kubun tam səhətinin sahəsi S bərabərdir 6A kvadratıdır. S bərabərdir 6 vurulsun 5'in kvadratına. S də bərabərdir 6 vurulsun 25'ə bizə verəcək 150. Doğru cavabımız olur C variantında. Növbəti sualımız 6 nömrəlidir.
Kuboidin ölçüləri uyğun olaraq 2 sm, 6 sm, 8 sm-dir. Bu kuboidin həcmini hesablayın. Kuboidin həcmini V bərabərdir A vur B vur C düsturu ilə hesablayacağıq. Yəni V bərabər olsun 2 vur 6 vur 8. 96 santimetr kub olacaq. Doğru cavabımız C variantında qeyd olunubdur. Növbəti sual 7 nömrəlidir. Bərabər tərəfli 3 bucağın perimetri 36 cm-dir. Tərəfini tapın. Bərabər tərəfli 3 bucaq veribsə, perimetri 36-sa, deməli biz 36-nı böləcəyik. Neçəyə? 3 yerə. Olacaq hər tərəf 12 santimetr. Növbəti sual 8 nömrəlidir. Deyir, qabın 1/4 hissəsi doludur. Qaba 16 litr su töksə, qabın 1/4 hissəsi dolar. Qabın tutumunu, həcmini tapın. 1/4 üzərinə 16 bərabərdir 4/3-ə. 4/3-dən 4/1 çıxacam, qalacaq 4/2 hissəsi 16 olan ədəd. 16-nı da 2-yə bölürük 8, 4-ə vururuq 32 litr. Doğru cavabımız olur B variantı. Növbəti sual 9 nömrəlidir. 3 ardıcıl tək ədədin ədədi ortası 141-dir. Böyük ədədin rəqəmləri cəmini tapın. İlk olaraq x plus 2, x plus 4 və bunun cəmi nəyə bərabərdir? 3-ü vururam 141-ə. Olacaq 3x plus 6 bərabərdir. 3-ü 141-ə vursaq 423 edəcək. 423. Və buradan 3x bərabərdir 417-yə. X də bərabər 417-ni 3-ə bölsək bizə verəcək 139. İndi böyüyün istəyir bizdən. 139-un üzərinə gəlirik. Böyük ədədi 4-ü. Olur 143. Və bunun da rəqəmləri cəmi 1, 4, 3. Toplasaq olacaq 5, 5 üstə də 3, 8. Doğru cavabımız olacaq B variantı. Növbəti sual 10 nömrəli sualdır. 10 nömrəli sualda nə tələb edir? Alıcı bazarda 3 kiloqram qarpız, 4,5 kiloqram yemiş alır. Qarpızın kilosu 59 qəpik, yemişin kilosu 1,5 manatdır. Alıcı ümumi nə qədər pul xərclədi? Biz bunu çəkini qiymətə vurarıq. 3-ü vurarıq. Qarpız 3 kiloqramdır. 59 qəpikdən olacaq nə qədər? 1 manat 77 qəpik. 4,5 kiloqram yemişdirsə, qiymət 1 manat 50 qəpikdirsə, vururuq 1 manat 50 qəpiyə. Bu da bizə verir 6 manat 75 qəpik. Ümumi olaraq pulları hesablasaq 6 manat 75 qəpiyin üzərinə 1 manat 77 qəpik gəlirik. Və toplayırıq, olur 8 manat 52 qəpik. Doğru cavab olur C variantı. Növbəti bir sual. İki avtomobil qarşı-qarşıya hərəkət etməyə başladı. Onlar arasında olan ümumi yol 495 kilometrdir. Avtomobillərdən birinin sürəti 75 km/saat. Onlar 3 saatdan sonra görüşərlərsə, ikinci avtomobilin sürətini tapın. Burada məsafə var, zaman var, sürətlərdən biri var. Qarşı-qarşıya sürətlər toplanılır. Biz yaxşı olar ki,
V1 burada 75'dir. V2 yoxdur. V2 x-dir. 75 üzərinə x vurulsun 3 bərabərdir 495'e. 75 plus x bərabərdir 495'i böləcəyik 3'e. 165. X də bərabərdir. 165'dən də 75'i çıxsaq 90 kilometr olacaq. Yəni axtardığımız 90 km/saat sürətlə hərəkət edəcək. Növbəti sual 12. Deyir Rəvanın ev ilə iş yeri arasında olan məsafə 300 metrdir. O 17:20-dən evdən çıxır, 17:40-da iş yerinə çatır. Rəvanın sürətini tapın. Ev, iş yeri 300 metr. Bu zaman saatları çıxarıq 17:40-dan çıxırıq 17:20-ni. Aradakı fərq 20 dəqiqədir. Həmin o 300'ü bölürük 20'ye. 300'də 20'ye bölsək 15 metr böl dəqiqə olacaq. Keçirik 13 nömrəli suala. 13 nömrəli sualda neçəsi doğrudur? Birinci, 4'də 1'in üzərinə 4'də 2 gələndə 4'də 3 eləyir. Bu doğrudur. İkinci, 6'da 3 üstə gəl 2'də 1. Bunu da hər tərəfini 3'ə vursaq olacaq 6'da 3 üstə gəl 6'da 3. 6'da 6 bu da doğrudur. 1 eləyir. Sonra 9'da 2 ilə 9'da 3'ü toplayanda 9'da 5 eləyir. Bu yanlışdır. 15'də 5 üzərinə 15'də 7. Bu bizə verir 15'də 12 verir. 15'də 5 üzərinə 15'də 7. Hər tərəfini 3'ə bölsək olacaq 4 bölünsün 5. Bu da doğrudur. Sonra növbətisinə baxırıq. 18'də 1 üzərinə 6'da 5. Buranı da 6 eləsək 18 eləsək 3'ə vuracam. Olacaq 18'də 1 üzərinə 18'də 3'ə vursaq 15. Toplasaq 18'də 6 16. 18'də 16'ı ixtisar etsək 7'də 2 olmayacaq. Bu yanlışdır. Deməli ikisi yanlışdır, 3'ü doğrudur. Doğru cavabımız olur B variantı. Neçəsi doğru olduğunu istəyirdi bizdən. 14. Çənin 8'də 1 hissəsi doludur. Bu çənə 16 litr su töksək, onun 8'də 3 hissəsi dolar. Çənin tutumunu hesablayın. Baxaq. 8'də 1 üzərinə 16 bərabərdir 8'də 3'ə. İndi 8'də 3'dən 8'də 1 çıxsaq, 8'də 2 hissəsi 16 olan ədəd olacaq. 16'nı 2'yə bölürük. 8, 8'ə vururuq 64 litr. Doğru cavab olur C variantı. Növbəti sual 15 nömrəli sualdır. 15 nömrəli sualda bizdən nə tələb edir? Eyni istiqamətdə 2 avtomobil yola çıxır. Sürəti 60 km/saat olan birinci avtomobil yola düşdü. Bundan 4 saat sonra isə sürət 90 km/saat olan ikinci avtomobil onun ardınca yola düşür. İkinci avtomobil birinci avtomobilə neçə saatdan sonra çatacaq? Eyni istiqamətli olduğuna görə 60'ı vururuq 4'ə. 240 km gedib və sürətlər fərqini tapmalıyıq. 90'dan çıxacaq 60'ı 30 və 240'ı sürətlər fərqinə böləcəyik. 30'a böləcəyik. Olacaq 8 saat. 8 saatdan sonra ikinci avtomobil birinci avtomobilə çatacaq. Növbəti sual 16 nömrəli sualdır. 16 nömrəli sualda yüzlük 5 olan ən kiçik 3 rəqəmli tək ədədlə ondan 3 dəfə kiçik olan ədədin cəmini tapın. A, B, C.
Yüzlük 5 ilə başlayırsa, ən kiçik tək ədəd 501-dir. Və bundan deyir 3 dəfə kiçik. Yəni 501-i bölürəm 3-ə. 167 və bir də 501 ilə 167-ni toplayırıq. Bu bizə verir 668. Doğru cavabımız olacaq elə B variantı. Növbəti sual 17 nömrəli sualdır. Sahəsi 1100 metr kvadrat olan bağın hər 100 metr kvadratına 25 kiloqram toxum əkilirsə, bütün bağ üçün neçə kiloqram toxum lazımdır? Demək, sahə nə qədərdir? 1100 metr kvadratdır. Bunun içərisində 100 metr kvadrat görək neçə dəfədir? 100-ə bölsək 11 dəfədir. O zaman 11-i də vuracaq 45 kiloqrama. Çünki hər 100 metr kvadrata 45 kiloqram toxum səpilir. Bu da eləyir bizə 495 kiloqram. Doğru cavabımız olur B variantı. Növbəti sualımız 18 nömrəli sualdır. Çevrənin diametri 18 cm-dirsə, çevrənin diametri 18-dirsə, baxın 18-dirsə, radiusu tapın. Biz bilirik ki, diametr həmişə bərabərdir 2 radiusa. O zaman 18-i bölərik 2-yə 9 cm. Doğru cavabımız olur B variantı. Suallar bu qədər. Növbəti sınaq suallarımızda görüşənədək sağ olun, salamat qalın.